El-Quddus. Bütün hallarda, bütün nöqsan və eyiblərdən uzaq olandır. Bu ona görədir ki, pak və uca olan Allah mütləq və kamillik sifətlərində təkdir. Əs-Sələm. O zatında, sifətlərində, adlarında və feillərində bütün nöqsan və eyiblərdən salamat olandır. Dünya və axirətdə olan bütün salamatlıq, pak və uca olan Allah tərəfindən və onun lütfündəndir. Əl-Mu'min. O, öz şahidliyi ilə peyğəmbərlərin və onların davamçılarının sadiq olmalarını təsdiqləyəndir. Bunu, onların doğruluğu üçün qoyduğu dəlillər vasitəsilə edir. O, dünya və axirətdə olan bütün əmin-amanlığı bəxş edəndir. O, həmçinin iman gətirmiş qullarını zülm etmək, əzab vermək, qiyamət gününün qorxusu kimi məsələlərdən də əmin edəndir.